8-ci 250 sınaqdan sınaq 53. Indefinite negative pronouns. Birinci sualımız I haven't told about our plan. Baxarıq, inkar cümləsidir. İnkar cümləsində sam işlənməz deyə Y variantını çıxarıq. Bir cümlədə iki inkar olmaz deyə A və D variantında çıxarıq. Əlimizdə qalır B və C variantları. A və C variantını eni isim olmadığı üçün işlədə bilmirik. Eni o zaman samı eni o zaman tek halda işlədirik ki, çılpaq halda o zaman işlənər ki, təkrarçılıq olsun. İlk verdiği cümlədə təkrarçılıq ola bilməyəcəyinə görə C variantı olmaz, olur. Düzgün cavabımız B variantı. 2. Sual cümləsidir. Sual cümləsində sam işlənməz. A variantı və C variantını çıxırıq. Eni yenidən işlədə bilmərik, çünki isim yoxdur. Y variantında çıxırıq. No düzgün yəni tərcümə vermir. Have you heard know about olmaz. Anything about. Nəysə bir şey. Onun haqqında eşitmisənmi? Olacaq D variantı. Üçüncü sualımız sual cümləsidir. Sual cümləsində sam işlənməz. A və Y variantını çıxırıq. Biscuits isimdir. Biskvitlər. Deməli, törəmədən sonra isim gəlməz deyə B və D variantı törəmə olduğu üçün çıxırıq. Qalır əlimizdə C variantı. Dördüncü testimiz inkar cümləsidir. İnkar cümləsində sam işlənməz. A və Y, daha doğrusu D və Y variantlarını çıxırıq. Bir cümlədə iki inkar olmaz. No, C variantını çıxırıq. Əlimizdə qaldı A və B variantı. Illustrations isim olduğu üçün törəmədən sonra isim gəlməz deyə B variantını çıxırıq. Qalır A variantı. 5. Kate moved to a big city where she didn't know. İnkar cümləsi olduğu üçün samı çıxırıq. B variantı gedir. Bir cümlədə iki inkar olmadığına görə A və C variantında çıxırıq. Qalır əlimizdə D və Y variantı. Bir də baxırıq cümləyə. Kate moved to a big city. Kate böyük bir şəhərə köçdü. Where she didn't know. Hara ki o heç kəsi tanımırdı. D variantı. Y variantını qoysaq heç tanımırdı yox. Heç kəsi tanımadığı bir şəhərə köçdü. 6. I didn't receive letters. Letters məktublar. İsim olduğu üçün törəmə olmaz. B, C, Y variantları gedir. Bir cümlədəki inkar olmaz. D variantı gedir. Əlimizdə qalır A variantı. 7. Sual cümləsidir. Sam olmaz. B variantını çıxırıq. A variantını çıxırıq. Bilet, tickets, biletlər deməkdir. İsimdir. Törəmədən sonra isim gəlməz deyə D və Y variantı da çıxır. Çünki törəmədilər. Əlimizdə qalır C variantı. 8. Our neighbor didn't invite. İnkar cümləsi olduğu üçün samı çıxırıq. A variantı gedir. Bir cümlədə iki inkar olmaz deyə B və Y variantında çıxırıq. Of törəmədən sonra of işlənməz deyə D variantında çıxırıq. Əlimizdə qaldı. Düzgün cavab C variantı. 9. sualımız does have sual cümləsidir. Sual cümləsi olduğu üçün sam olanları çıxırıq. A və B variantı gedir. Does anyone have any yox, anyone və yaxud anybody işlənəcək. Təkrarçılıq yoxdur. C və D variantı lazımdır bizə. Çünki mübtəda lazımdır bizə. Keçir digər questions, suallar isimdir. Törəmədən sonra isim gəlməz deyə D variantını çıxırıq. Çünki anything törəmədir orada. Əlimizdə qaldı C variantı. 10. sualımız sual cümləsidir. Samları çıxırıq. A variantı gedir. Has any olmaz. Çünki bizə mübtəda lazımdır. B, C və Y, D variantları qalır əlimizdə. Keçir digər tərəfimizə baxırıq ki, can't find var, inkardır. Bir cümlədə iki inkar olmaz. C və D variantında where, nowhere inkar olduğu üçün inkar əvəzlikləri. Bunlar da çıxırıq. Əlimizdə qaldı B variantı. Yesterday I went to the restaurant with of. Törəmədən sonra of gəlməz. Törəmələri çıxaq birinci. A, B, Y variantını çıxdıq. No'dan sonra of gəlməz. C variantında çıxdıq. Qaldı D variantı. 12. Everybody was shocked by the news for a few seconds. Əgər nobody'ni qoysaq bir cümlədə iki inkar olmaz. A variantı nobody, nothing ikisi bir yerdə gəlməz. B variantına qoysaq inkar əvəzliyi gəlsə sonra sam yox anything olardı. B variantı da gedir. Sonra baxırıq C variantını qoysaq for a few seconds no one said any yox anything olardı. C variantı da gedir. Əlimizdə qalıb D və Y variantı. For a few seconds nobody said anything. D variantı tamamilə doğrudur. Bir neçə dəqiqə sonra deyir heç kəs heç nə söyləmədi. Bir neçə saniyə sonra heç kəs heç nə söyləmədi. D variantı tərcümə ilə tapdıq. 13. Kate lent me several books but I haven't read. İnkar cümləsidir və of var.
Bir cümlədəki inkar olmaz ya C variantını birinci çıxardırıq. İnkar cümlədə sam işlənməz Y variantı və A variantı da gedir. Törənmədən sonra of gəlməz D variantını da çıxartdıq. Qaldı əlimizdə B variantı. 14. Təsdiq cümləsidir. Təsdiq cümləsində sam işlənməz, daha doğrusu N işlənməz D variantını çıxırıq. No, baxırıq money puldur, isimdir. Törənmədən sonra isim gəlməz, A-la B variantını çıxdıq. No-dan sonra N işlənməz, Y variantını çıxırıq. Əlimizdə qaldı C variantı, no money. Nə zaman N işlənər? Not olardısa. Not olan zaman işlənirdi. 15-ci sualımız inkar cümləsidir. Samları çıxırıq. B variantı gedir. Bir cümlədəki inkar olmaz C və D variantı gedir. She doesn't blame anyone. Təkrarçılıq yoxdur, çünki ilk cümlənin birincisi, yəni təkrar olması üçün ikinci bir cümlə gəlməlidir. Y variantını çıxdıq, qalır A variantı. 16. She was speaking in a low voice, I couldn't. İnkar cümləsidir deyə yenidən bir inkar qoya bilmərik. B, C, Y variantı çıxır. İnkar cümləsində sam olmaz, D variantı çıxır. Əlimizdə qaldı A variantı. N ilə cümlə başlamaz. 17-də B variantını çıxırıq. No-nu çıxdıq. No ilə başlamaz. İkinci cümləyə baxırıq. You must do it yourself. Sən onu özün etməlisən. Onda deməli heç kəsinə kömək etməyəcək. No one will help you. Çünki somebody ilə someone'ın tərcüməsi eyni demək. Elə eynidir. Kimsə. A və Y variantı çıxır. Düzgün cavabımız D variantı 17-də. 18. There wasn't inkar cümləsidir. Sam işlənməz. B variantını çıxırıq. Bir cümlədəki inkar olmaz. A və Y variantı da çıxır. There wasn't anybody-ində sinəmə olar, any olmaz. Çünki bizə mübtəda lazımdır burada. Yəni, any-ni biz təkrarçılıq olarsa istifadə edirik ki, yoxdur burada. Düzgün cavabımız D variantı. 19. Hardly var cümləmizdə, yəni inkarlıq bildirir. İnkarlıq bildirirsə, samı çıxırıq. Y variantı və D variantı gedir. Nothing olmaz, çünki iki inkar bir araya gəlməz. B və C variantı qalır. İndi baxırıq cümləyə. It was so dark that we couldn't hardly see anything in front of us. Anything, heç nə görə bilmirdik deyir. Çətinliklə görürdük. B variantı. There isn't inkar cümləsidir. Bir cümlədəki inkar olmaz. A variantı gedir. Some inkar cümləsində işlənməz. B, C, Y variantı da buradan getdi. Qaldı D variantı anything.